dərəcəsi də eyni ilə azaltma dərəcəsi kimi iki yolla yaranır. Bir morfoloji yol, bir də sintaktik yol. Morfoloji yol şəkilçilərdir. Yəni burada morfoloji yol deyəndə C ədatını götürəcək, ədatı istəyirsiniz, yazın bura. C ədatı, bir də ki, M, P, R, S samitləri. M, P, R, S. Bu samitlərlə düzəlir çoxaltma dərəcəsi. Məsələn, C-yə misal deyib körpəcə. Körpəcə, xırdaca. Baxın, körpə sifətdir, C ədatdır və C vurğu qəbul edir. Əgər ədatdırsa, sifətin çoxaltma dərəcəsini yaradırsa, C vurğu qəbul edir. Çünki bu zərf düzəldilən şəkilçi ilə oxşardır, amonimdir. O zərf düzəldilən şəkilçi vurğu qəbul eləmir. Ədat vurğu qəbul edir və sifətə qoşulur. Baxın, körpə sifətdir. Xırdaca, körpəcə, zorbaca, C sifətə qoşulmalıdır ki, o sifətin çoxaltma dərəcəsini yaratsın. Yenə dedirəm, o şəkilçi yox, ədatdır. Bircə balaca sözünü diqqətli olaq. Balaca sözündə ümumiyyətlə sözün kökü balacadır. Burada C ədatı yoxdur və bu adi dərəcə sayılır. M, P, R, S-dakı, məsələn, verilməli qırmızı. Çoxaltma dərəcəsində işlədim. Qırmızı sözündə iki hərfini götürürəm, olur qıpqırmızı. M, P, R, S-ni artırıram. Qıpqırmızı. Məsələn, göyü götürürəm, göy. Göy sözü. M, P, R, S-ni artırıram, gömgül. İki hərfin, yəni iki də hərfini götürürəm, M-ni artırıram, olur gömgül. Bir də sizə nə edeyim? Büsbütün sözü ümumiyyətlə bu zərfdir. Büsbütün. 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 Bu zərfdir. Çünki biz bilirik ki, M, P, R, S sifətə qoşulur da, yəni sifətin ilk iki hərfini götürür. Amma burada bütün sözü sifət deyil axı, bütün. Ona görə də büsbütün bu artıq sifət yox, zərfdir. Büsbütün bölünmüşdür. Bir də bumbuz sözüdür. Bu da çaşdırır. Hardan yazım, buradan yazım ilə. Bumbuz. Bumbuz sözü də bizi çaşdırır. Bumbuz sifətdir, amma adi dərəcədədir. Niyə? Burada M, P, R, S var. M, P, R, S deyil. M, P, R, S-dır. Amma ki, sifətin dərəcəsini, çoxaltma dərəcəsini bildirmədi. Çünki buz isimdir. Axı biz deyirik ki, M, P, R, S sifətə qoşulmalıdır. Burada buz isimdir. Deməli, buz isimdirsə, sifətin çoxaltma dərəcəsi deyil. Bumbuz sifətdir, bumbuz otaq. Amma adi dərəcədədir. Çünki gərək M, P, R, S əlaməti olsun ki, mən bunu çoxaltma dərəcəsində götürəm. Belə.